Mənə böyük, geniş mənzil üçün zəng vuran dəyərli izləyicilər, mən sizin üçün bu mənzili təqdim edirəm. Nə az, nə çox 5 otaqlı mənzildir. Yeni bina, yeni təmirli və təmirdən də sonra yaşayış olmayıb. Tam əşyalı, gir yaşa, əlavə nəsə almağa ehtiyac olmayan bir mənzildir. Dediyim kimi çox geniş ölçüyə malikdir. 5 otaqlı 220 kvadrat ölçüsü var bu mənzilin. Yerləşməsi də yaxşıdır, yerləşir Xətayda, Xətay metrosuna da yaxındır, 5 dəqiqə piyada məsafədə. Dediyim kimi, bina təzə binadır, gözəl həyəti, yeraltı avto dayanacağı, yəni hər bir şəraiti mövcuddur. Mən vaxt itirmədən başlayıram, həmişə olduğu kimi mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sağ tərəfdə, burada deməli, əyləşmək, paltar asmaq üçün yerimiz nəzərə alınıb. Sol tərəfdə isə dolab yığılıb. Dərinlik də çox yaxşıdır. Paltar, ayaqqabı, istənilən əşyazı tam rahatlıqla yerləşdirə bilərsiniz və girişin bu hissəsində də eyni ilə dolabımız var. Ona görə də mənzildə şkaf çoxdur. Heç bir problem yoxdur. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub. Bu hissədə dresuarımız, açarlıq var. Gözəl də güzgü ilə bəzədilib. İşıqlandırmasında lüstr, trek işıqlar, bura işıqlar. Mənzil ümumiyyətlə işıqlı mənzildir. Eyni zamanda çox gözəl də proyektdə var. Skvazno, yəni yel çəkən mənzildir. Hər iki tərəfə də baxır. Otaqların yerləşməsini deyim. Buranı artıq görürüz mənzilin. Qonaq otağı, çamaşırxana, ümumi sanitar qovşağımız, əsas yataq otağı. Burada mənzilin mətbəxi. Burada deməli 2 yataq otağı yan-yana və girişdən daxil olduqda solda da növbəti yataq otağımız yerləşir. Girişin artıq genişliyini gördünüz. Buradan məncə kifayətdir sizə göstərmək. Keçək vaxt itirmədən otaqlara. Qonaq otağından başlayaq. Yəni, təxmini ölçüsü, belə deyim, 35-38 kvadrat olar. Bəlkə də biraz artıqdır. Yəni, təxmini ölçüsünü nəzərə çatdırıram. Yəni ki, videodan genişliyini hiss edirsiniz. Eni də yaxşıdır. Dediyim ki, bütün əşyalar var. Burada deməli, masamız yerləşdirilib, divan, jurnalini və görürsünüz, mərkəz hissədə kifayət qədər boş ərazi qalıb. Böyük, gözəl TV stendimiz yığılıb bu hissədə, mərkəzdə böyük ekran televizor yerləşdirilib. Aşağı hissələr, buralar hamısı şkafdır və eyni zamanda sağ tərəfdə də burada da məsəl üçün aksesuarları yerləşdirə bilərsiniz. Bu da qonaq otağına əlavə gözəllik verər. Buradan mənzilin eyvanına da çıxış var. Həm buradan, həm də mətbəxdən. Oranı da göstərəcəm. Kondisioner var, hazırdır. Bu hissə mebellərlə işlənilib, bəzədilib. Bura işıqlar yerləşdirilib. Döşəmə parketdir. İşıqlandırma da mərkəzdə böyük lüstrumuz, yəni masanın üzərində əlavə lüstr, spotlar. Dediyim ki, mənzil işıqlı mənzildir. Bir sözlə hər bir şey qaydasındadır. Keçək, mən sizə göstərim qonaq otağının düz yanında yerləşən mənzili mətbəxindən. Geniş mətbəximiz var. İlk öncə onu deyim ki, girişdə olan üstü döşəmə burada davam etdirilib və bayaq dediyim kimi eyvana buradan da çıxış var, həm də qonaq otağından bayaq göstərdim. Masamız yerləşdirilib, kondisionerlər kimi hər bir şey var bu mənzildə. Yeni, gözəl mətbəx mebelimiz yığılıb. Mənzilin ümumiyyətlə əşyalar, texnika, mebel hamısı keyfiyyətlidir. Bunu canlı baxanda da şahid olacaqsınız. Burada 2 qapı soyuducumuz yerləşdirilib. Dolablar, qaz peçi, aspirator, qabuyan. Yəni bunlar hamısı var. Üstü və sinəliyi mərmərdir. Divanda yerləşdirilib. Arxa hissədə burada dekorlarla bəzədilib. Tavan hissəni ümumi olaraq göstərək və keçək. Vaxt itirmədən mən sizə göstərib mənzilin əsas yataq otağını. Burada yerləşir. Dediyim kimi otaqlarda döşəmə parketdir. Pərdələr asılıb, hər bir şey hazırdır. Taxtımız yerləşdirilib, yerləşmə belədir. Və yataq otağının bu hissəsində böyük dolabımız yığılıb. Ben də göstərək. Ona görə deyirəm, mənzildə şkaf barədə qəti narahat olmayın. Bütün otaqlarda kondisioner var. Bu yataq otağının daxilində yerləşir burada. Qardirobumuz, şkafımız yığılıb tam olaraq. Buranın içərisini göstərək. Və əlavə olaraq bu yataq otağının daxilində yerləşir. Növbəti sanitar qovşağımız. Bütün aksesuarlarla tam olaraq təchiz olunub. Gözəl, maraqlı teksturalda qranitlər seçilib. Duş kabinimiz yığılıb. Yəni hər bir şey zövqlə dizayn olunub, təmin olunub bu mənzildə. Burada isə yerləşir mənzilin ümumi sanitar qovşağı. Digər sanitar qovşaqdan fərqli olaraq fərqli rənglərdən istifadə olunub. Qızılı rənglərə üstünlük verib burada. Və ümumiyyətlə qranit olan yerlərin hamısı isti döşəmə ilə təchiz olunub. Burada isə yerləşir mənzilin çamaşırxanası, yəni paltaryan üçün yer. Burada nəzərə alınıb digər mənzillərdə olduğu kimi mətbəx mebelinin altında deyil, ayrıca bunun üçün yer nəzərə alınıb.
Keçək, vaxt itirmədən gəlin mən sizə göstərim digər yataq otaqlarını. Buradan daxil oluruq mənzilin ikinci yataq otağına. Yataq otaqlarının ölçüsü demək olar eynidir. Arada 200 kvadrat fərq ola bilər, amma genişliyi tam ideal səviyyədədir. Burada da hər bir şey var. Taxtımız yerləşdirilib. Bura işıqlar. Gözəl, maraqlı lüstrumuz və burada da yenə dolab yığılıb hazırdır. Və bu yataq otağının daxilində də yenə növbəti sanitar qovşağımız var. Bunlar da ümumi olaraq göstərək. Bütün aksesuarlarla tam olaraq təchiz olunub. Keçək növbəti yataq otaqlarına. Bura deməli oldu. Üçüncü yataq otağımız. Onu da göstərək. Yəni mənzildə hər bir şey var. Dediyim kimi heç nəyə vaxt itirməyəcəksiniz. Mebel, texnika və hamısı da kifayət qədər keyfiyyətlidir. Bütün yataq otaqları da hazırdır. Sadəcə şəxsi əşyalarınızı gətirib yaşayacaqsınız. Sadəcə ümumi olaraq göstərirəm, təkrara yol verməyək. Yəni burada da şkaflarımız var. Keçək 4-cü yataq otağı, sonra mənzilin qiymətini nəzərinizə çatdıracağam. Burada da yerləşir 4-cü yataq otağımız. Kifayət qədər böyük ölçüsü var. Mən gəzirəm ki, yəni siz mənzilin ölçüsü barədə tam təsəvvür yaransın. Burada da yəni hər bir şey hazır vəziyyətdədir və bu yataq otağının bu hissəsində yenə də dolablarımız yığılıb. Dərinlik də tam ideal səviyyədədir. Belə, mən demək olar mənzildə nə var, nə yox, hamısını nəzərinizə çatdırdım. Keçirik məlumatlara. Yerləşir Xətayidə. Xətayi metrosuna piyada 5 dəqiqəlik məsafə. Yeni tikili bina, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 5 otaqlı mənzildir. Ölçüsü nə az, nə çox 220 kvadratdır. 5-ci mərtəbədə yerləşir. Sənədlər də qaydasındadır, çıxarış, yəni kupçada mövcuddur. Və gördüyünüz şəkildə satılır bütün mebel texnika hamısı qiymətə daxildir. Mənzilinizdə start olaraq qiyməti 790 min manat təyin olub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.